32 ildən sonra oğlum məhləmə gəlib. Bir saatlığına oğlumla görüş oldu. Allah heç kimə itkin yolu gözləməsin. Heç kimə arzulamaram. İtkin yolu gözləməkdən böyük bir dərd yoxdur. Mən 32 il çəkdiyimi çəkmişəm. Yoldaşım da elə 32 il o da mənimlə bərabər dərd çəkdi. Axırda dözmədi, vəfat elədi. Allah dövlətimiz sağ olsun. Fevralın 19-unda xəbər verdilər ki, oğlun nəşridir, tapılıb. Fevralın 19-unda gətirdik, Mingəçevir qəbirstanlığında dəfn elədik. Kəlbəcər alınandan sonra onun yoldaşları vardı. Bir yerdə 80 nəfər vətəndaşı elə bir xilas eləmişdi. Bax, mənim oğlum o xilasda iştirak edib, nətər. Onlar bütün Kəlbəcər çıxandan sonra onlar çıxmadılar. Onların zastavası Zəylik deyilən yer var, Kəlbəcərin Zəylik deyilən dağın ətəyindədir. O birisi Ermənistandır, bu birisi həmən o Zəylik kəndi idi. Oradan ən axırıncı onların zastavası çıxır. Onlar çıxmayıblar. Oradan gəliblər kətdən də qalan 80 nəfəri o kətlə, bu kətlə hamını yığıb əskərlər Murov dağı ilə, neçə günlərlə, aşağı, nə zülümlə, qar yeyə, susuz, aşsız gələ-gələ gəliblər. Meydan çay deyilən yer var. Orada deyiblər ki, orada tüstü gəlir. Görüblər bir dam var, damdan tüstü gəlir. Mənim oğlumu komandir göndərib kəşfiyyata gedib. Gedib qapını açın deyəndə baxıb ki, ermənidir. Oradan möhkəmdən çağırıb ki, qaçın, ermənilərdir, sizi vuracaqlar. Hamı qaçıb, biri daşın arxasında gizlənir, biri orada gizlənir, biri burada. Mənim oğlum qaça bilməyib, arxadan vurublar, ayağından vurublar, yıxılıb. Yıxılanda bu kəndin kəssavetri var idi, adı Bahatur idi. O qayıdıb mənim oğlumun yanına ki, mən onun atasına nə cavab verərəm, mən onu qoyum gəlim. O da gəlib Şahinin yanına, orada qalıblar. Yoldaşlar hərəsi bir tərəfdə, biri o daşı, biri bu daşı, nəsə. Neçə gündən sonra bir, hamısı birdən yox. Amma hərə bir tərəfdə gizlənib. Hamı gəldi, amma mənim oğlum gəlmədi. 32 ildən sonra yoldaşları Kəlbəcər alınandan sonra dedilər ki, biz bilirik də harada qoymuşuq. Gedib, axtarıb tapmışdılar onlar. Elə nətər qoymuşdular daşın yanında, orada da vəfat eləyiblər. Həmən o Bahadur, bir də mənim oğlum. Mənim oğlum qəhrəmandır. Bütün şəhidlər qəhrəmandır, onu demirəm. Amma mənim oğlum qəhrəmandır. Özünü irəli verib, hamıya hay salıb. Hamını xilas edib. O 80 nəvə əskərlər, mülklər hamısı gəldilər, amma mənim oğlum onları xilas elədi deyəni gəlmədi. 19 yaş əskərə getmişdi. Oradan da hələ əskərlikdə olan Ağdavana gedib vuruşma aparmışdı onu. Ayağından yaralandı, əvvəl Gəncədə yatdı, hospitalda. Sonra gəldi evə gələndən sonra dedim, amma mən qayıdacam. Nə qədər atası, qohumlar, mən yalvardıq, dedi, yox. Mənim yoldaşlarımı qoyub gəlmişəm. Elə bil ki, 32 il bala yolu gözləmək çox çətin şeydir. Allah heç bir anaya elə qismət olmasın. Ölmə nə var, ölüm hamı üçündür. Amma itkin çox pisdir. Elə 20'si yanvarda arada gedirdim o itkilər cərgəsində dururdum orada. Ağlayırdım. Başdan düşdü bütün şəhidlərin hamısını Allah rəhmət eyləsin. Yeriniz cənnətli olsun deyirdim. Amma gedib itkinlər cərgəsində dururdum. Ağlayırdım, qayıdıb gəldim. Amma nə deyim, adam öz balasına şükür deməz. Amma yenə tapıldı şükür yerini. Mən ölməmiş yerini, yurdunu bildim. Mənim yoldaşım, uşaqlar qoymadı. Mənim yoldaşım qurban deyildi ki, mənim balam tapılsın. Mən qurban kəsib paylayacağım. İndi onun qurbanı durur. Avaqsa onu uşaqlar kəsəcəkdir. İndi sinif yoldaşları var, gəlirlər, qəbir üstə gedirlər. Özü həkim olmaq istəyirdi. Onun atistatına baxsanız, indi göstərəcəm. Onun bir dənə dördü yoxdur. Elə əla oxuyub. Bəli, 14 nömrə məktəbdə oxuyub. Yaxşı oxuyub, əlaçı olub.
Birinci sinifdən 8-ə kimi o qramota ilə qutarır. Hər ildə ona qramota veriblər. Onun da taleyi qisməti belə oldu. Qismət olmadı həkim olmaq. O vaxtı Kəlbəcərdə olanda yoldaşlarına məktub yazıbdı. Nəşrin bastırandan sonra yoldaşları məktubları gətirib mənə veriblər. Təsəlli bu məktublarla alıram, oxuyuram. Təsəllimi bununla alıram. Kitablarda şeirləri var, adına şeirlər var. Murovdağ deyilən kitab var, burada onun şeiri var, ona aid. Onları oxuyuram. Ona aid yazılar var. 4 dənə kitabda şeiri çıxıbdı, ona aid şeirlər. Onları oxuyuram, məktubları oxuyuram. Albomuna baxıram, təsəllimi ondan tapıram.